Salamlayıram sizi, əziz bacılarım, qardaşlarım. Hər birinizi xoş gördük. Hər biriniz Rəbbin sözünü dinləməyə, Rəbbin kəlamını dinləməyə xoş gəlmisiniz. Və mən bu gün sizinlə bir neçə dəqiqə Allah kəlamını bölüşəcəm. İstəyərdim ki, diqqətlə qulaq asaq. Bu gün danışacağım müqəddəs kitabdan yer bir Padşahlar kitabından olacaq. İlyas peyğəmbərin həyatı haqqında danışacağam. İlyas peyğəmbərin başına gələn bir hadisə haqqında danışacağam. Bir Padşahlar 19-cu fəsildən 1-ci ayədən 18-ci ayəyə kimi danışacağam. Bəzi yerləri də özüm oxuyacağam sizin üçün. Və istəyərdim hər birimiz qulaq asaq. İlyas peyğəmbər İsraildə yaşayırdı və o bir gün gəlir İsrail padşahı Axavın yanına. Ona belə bir söz deyir. Deyir ki, mənim sözüm olmadan İsraildə yağış yağmayacaq. Bu həmin ölkə üçün böyük bir fəlakət idi. Yəni quraqlıq olacaq, aclıq olacaq, susuzluq olacaq. Çünki İsrail elə bir yer idi ki, dağlıq ərazidir və insanlar əkinin çox hissəsini dağda əkirlər. Yüksəklikdə əkirlər və yüksəkliyi də əllə sulamaq mümkün deyil. Təbii ki, oranı yağış sulayırdı. Və ona görə yağış yağmadıqca və isti yerlərdir o yerlər və yağış da olmayanda çox quraqlıq olur və hər şey məhv olur. Və belə də olur. Və belə də olur İsraildə 3 il yarım təsəvvür edirsiniz, yağış yağmır, göydən yerə su düşmür. Çünki nəyə görə İlyas peyğəmbər nəyə görə bu sözü Axava dedi? Çünki xalq artıq Allahdan uzaqlaşıb bütlərə səcdə etməyə başlamışdılar. Allahın müqəddəs xalqı, Allahın balaları, İsrail xalqı olan müqəddəs xalq başlamışdı Allahdan uzaqlaşıb daşa, bütə, cansız əşyalara xidmət etməyə. Hətta Axav bütə xidmət etməklə bərabər Baal bütünə məbəd tikmişdi. Təsəvvür edirsiniz? İmanlı, Allahın vəd olunmuş övladı, Allahın xeyirdualı balası bütə məbəd tikir. Təsəvvür edirsiniz? Bu böyük bir fəlakətdir. Məbəd tikir ki, başqaları da, hətta qurbancaq da belə tikib ki, eynən İsrail xalqındakı müqəddəs məbəd kimi və qurbancaq kimi ki, insanlar bu məbəddə bütə səcdə qılıb və orada iyrənc qurbanlar təqdim etsinlər. Bu doğrudan dəhşət idi. Və buna görə də Allah buna qəzəblənir ki, mənim balalarım, mənim övladlarım gedib bir cansız nəyəsə səcdə edib ondan kömək istəyirlər. Biz bugün Azərbaycanda nə qədər bütlər var? Bizim xalqımızda, bizim ölkəmizdə, imanlılar arasında. Necə ki bu insanlar imanlı idi, necə ki bu insanlar vəd olunmuş xalq idilər. Və bugün Azərbaycanda da çoxlu bütlər var və ağaca səcdə edənlər var Azərbaycanda. İnsanlar ağaca ibadət edir. İnsanlar ağacdan kömək istəyir. Bugün bar verib, sabah quruyub oda atılan ağacdan. Ondan sonra insanlar qayaya səcdə edir, qayanın arasından keçir. Mən bu yaxınlarda gördüm onu, çox doğrudan gülməlidir. Yaşlı insanlar, yaşlı kişilər, yaşlı qadınlar, bir dar qaya var, oradan keçməlisən ki, sən arzun yerinə yetsin. Yekə qadınlar güclə özlərini, belə deyək də, oradan keçməyə can atırdılar. Yəni bu doğrudan pis bir vəziyyətdir ki, insan Allahdan başqa hər şeyə inanır. Dəmirə inanırlar ki, zəncirə, səcdə edirlər, dağa. Azərbaycanda dağa insanlar səcdə edir, ibadət edir və bir müqəddəs kimi baxırlar. Və bu artıq bütpərəstlikdir. Bu insanların hansı vəziyyətdə olduğunu göstərir ki, insanlar Allaha yox, dəyərsiz, cansız, bugün olub sabah məhv olan şeylərə səcdə edirlər. Bax, İsraildə də belə idi. Baal bütünü düzəltmişdilər, bir heykəldən büt düzəltmişdilər daşla və ona səcdə edirdilər. Sonra İlyas gəlib deyir, İlyas gəlir İsrail xalqına deyir ki, gəlin, qurban təqdim edək və bununla yoxlayaq. Görək, əgər kimdirsə diri olan Allah qurbanı da qəbul edəcək. Əgər Baal diridirsə, o qəbul edəcək. Əgər Allah diridirsə, qurbanı o qəbul edəcək. Və beləcə Rəbb İlyasın
təqdim etdiyi qurbanı qəbul edir. Göydən alov düşür, qurbanı qəbul edir və İlyas da bundan sonra Baalın bütün peyğəmbərlərini, o özlərin peyğəmbər adlandıran peyğəmbərlərin hamısını öldürtdürür. Və sonra padşah Axab, hansı ki İlyas demişdi ki, İsraildə yağış yağmayacaq, o padşah Axaba. Və padşah Axab bu barədə arvadı İzabelə danışır. İzabelə danışır ki, İlyas qurban təqdim elədi, Baalın bütün peyğəmbərlərini öldürdü və İzabel buna qəzəblənir. Niyə? Çünki İzabel İsrail xalqından deyildi. İzabel Sidonlu Etbalın qızı idi və o atasının adı da Baal olub. Etbalın qızı idi və bir bütpərəst idi. Fikir verin, əziz bacılarım, qardaşlarım, Allah Musa peyğəmbər vasitəsilə İsrail xalqına demişdi ki, başqa xalqlarla evlənməyin. Onlarla birləşməyin. Və biz də bu gün məbəddə deyirik, imanlı bacı qardaşlarımıza deyirik, imansızlarla ailə qurmayın. Onlarla birləşməyin. Çünki o səni məhv edəcək. Nəinki səni məhv edəcək, sənin nəslini məhv edəcək və sənin xalqını məhv edəcək. Bilirsiniz, burada İzabel tək Axavı məhv eləmirdi. İzabel Axavın nəslini məhv edirdi. Və İzabel bütün İsraili məhv edirdi. Çünki İzabel vasitəsilə o büt gəlmişdi. Və Axav İzabelin sözü ilə bütə məbəd tikdirmişdi. Görün, imansızla ailə qurmağın, digər xalqdan, bütpərəst bir xalqdan olan bir qadınla ailə qurmağın nəticəsinə baxın. İsrailin şahı Baala səcdə edir və ona bir məbəd tikir ki, insanlar buna səcdə etsinlər. İzabel eşidəndə ki, İlyas onun Baalın bütün peyğəmbərlərini öldürtdürüb İlyasa çox bərk qəzəblənir və istəyir ki, İlyası öldürsün. Və İlyas qaçır. İlyas İsrail şəhərindən çıxır və çöllüyə qaçır. Və maraqlı bir hadisə olur. Çöllükdə İlyasa Allahın mələyi görsənir. Belə yazılıb, deyir, mələk dedi, İlyasa dedi, qalx yemək ye. İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib içdi və yenə yuxuya getdi. Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi, qalx yemək ye, çünki çox uzun yol gedəcəksən. O qalxıb və yeyib içdi. Yeməyinin gücü ilə 40 gün, 40 gecə Allahın dağı Xorevə qədər getdi. İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona, İlyas, burada nə edirsən deyə Rəbbin sözü nazil oldu. Maraqlı bir hadisədir. İlyas şəhərdən qaçır, gedir səhraya və orada yatır. Və mələk ona görsənir. Deyir, İlyas, qalx yemək ye və sən uzun yol gedəcəksən. Və həqiqətən də İlyas 40 gün, 40 gecə yol gedir və gəlir Xorev dağına çatır. Və həmin dağda Allah onunla görüşür. Allah ona bir söz nə deyir? Deyir, burada nə edirsən? Burada nə işin var sənin? Niyə gəlmirsən bura? Yaxşı, maraqlıdır. Niyə mələk ona görsəndi? Niyə ona yemək təklif elədi? Niyə onu gücləndirdi? Niyə ona dedi, get, uzun yol getməlisən? Və İlyas gedir və Allah deyir, bura nəyə gəlmirsən? Burada nə edirsən? Çünki bilirsiniz niyə? İlyas getməməli idi. İlyas peyğəmbər həmin İsrail şəhərində qalmalı idi və o mübarizəni davam etdirməli idi. Hansı ki, xalq Baala səcdə edirdi, hansı ki, xalq Allahdan uzaqlaşmışdı, İlyas bu prosesi başlamışdı. İlyas Allahın qüdrətini xalqın qarşısında göstərmişdi. Baalın 450 peyğəmbərini və Aşera bütünün 450 peyğəmbərlərini artıq təmizləmişdi. Allahın xalqı önündə, gözləri önündə göydən yerə od yağdırmışdı. Və Allah insanların gözü önündə qurbanı qəbul etmişdi. Bilirsinizmi 19-cu fəsildə nə yazılır? Deyir, bütün xalq bunu gördü və üz üstə yerə düşüb dedilər, Rəbb Allahdır, Rəbb Allahdır. Bu missiyanı, bu prosesi İlyas başlamışdı. Bu xidməti İlyas başlamışdı. Amma eşidəndə ki, İzabel onu öldürmək istəyir, İlyas başlayır qaçmağa. İlyas yağışı dayandırmışdı.
Və İlyas artıq xalqı Rəbbə yaxınlaşdırırdı. Ürəkləri bütlərdən dönməyə başlamışdı xalqın. Və bu işləri İlyas etməyə başlamışdı. Və nə oldu? Və İlyas başlayır qaçmağa. İlyas başlayır bu işlərin hamısını yarımçıq qoyur, o yerdən uzaqlaşmağa. Bilirsiniz, 18-ci fəsildə, mən 19-dan vəz edirəm, 18-ci fəsildə bir ayə var, 30-cu ayə. Deyir ki, İlyas bütün xalqa dedi, mənim yanıma gəlin, bütün xalq onun yanına gəldilər. Fikir verin, İlyas gəlir, bütün xalqı yığır və deyir, o Rəbbin dağılmış qurbangahını bərpa etdi. İlyas çağıran kimi xalq gəldi. İlyas başladı bərpa eləməyə. Ona görə əziz qardaşım, əziz bacım, bugün Rəbb bizi seçib. Bugün Rəbb bizi çağırır ki, biz öz xalqımızda Allahın qüdrətini, Allahın işini bərpa edək, Allaha səcdəni, Allaha ibadəti bərpa edək. Bu bizim işimizdir. O insanların yanlış bütlərə səcdə etməsini dayandıraq. O insanların bilmədiklərini çağırmaqlarını dayandıraq. O insanların boş mənasız ibadətini dayandıraq. Allah bugün bizi ona görə çağırıb. Bugün bizi ona görə seçib ki, gedək tanıdığımıza, bildiyimizə deyək, sənin inandığın, sənin ibadət etdiyin, sənin qulluq etdiyin yanlışdır. Bu bütdür, bu əsl Allah deyil. Əsl Allah budur. Allah səni buna çağırır, əziz qardaşım, əziz bacım. Və bunun üçün də bizə güc verir, qüvvət verir ki, İlyas kimi insanları, İsrail xalqı batıb gedirdilər. Bütlərin içində batıb gedirdilər. Və İlyas bu işi etməyə başlayır. İlyas möcüzə göstərmişdi. Allah İlyası İsrail xalqının gözündə yüksəltmişdi bütün bunlarla. Çünki onlar bilirdilər ki, İlyas dedi, yağış yağmadı. İlyas dedi, Allah göydən yerə od göndərdi, qurbanı qəbul etdi. Amma İlyas qərar verir ki, qaçsın. Bizim də həyatımızda belə olur. Yaxşı başlayırıq. Keçən dəfə pastorumuz dedi, yaxşı başlayırıq əvvəlini. Yaxşı ibadət edirik, yaxşı xidmət edirik, Allahın işini bəyan edirik, insanları bütlərdən, insanları yanlış yollardan döndəririk və bir çox möcüzələr edir Allah bizim vasitəmizlə. Amma sonra balaca bir problem və yaxud da böyük bir problem deyək, bizi qorxudur və biz başlayırıq ondan hamısını dayandırmağa və qaçmağa. Niyə? Niyə? Məyər həyatımızda möcüzə etməyib Allah? Məyər sənin vasitənlə Allah nə qədər işlər görüb? Niyə dayanmısan? Və yaxud niyə qaçırsan? Və yaxud niyə o işləri yarımçıq qoymağa artıq qərar verirsən? Niyə? Başlamısan, gedir, davam elə. Allah səninlədir. İlyasla olduğu kimi. Başlayıb da gedir, xalq gəldi, qurbangahı bərpa elədilər, qurbanı Allah qəbul elədi, Baalın bütlərini öldürdülər, Aşera bütlərini öldürdülər, təmizlənir, başlayır. Sənin vasitənlə də Allah işləyir. Davam elə, dayanma. Allahın ibadətini Azərbaycanda bərpa et. Və bilirsiniz, o İlyas gəldiyi Xorev dağında Rəbb İlyasa nə deyir? Və Rəbb soruşanda ki, burada nə edirsən? İlyas görün nə deyir? O dedi, mən ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Keçmişdə. Göstərdim. Çünki İsrail övladları sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar, peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qalmışam, onlar canımı almaq üçün məni axtarırlar. Çox yaxşı, gözəl etmisən İlyas və bugün də sən edirsən. Çox yaxşı, gözəl. Və kimsə səni öldürmək istəyirsə, kimsə sənə hədə qorxu gəlirsə, Allah deyir, niyə qorxursan? Niyə? Niyə o deyir, nəfəsi burnunda olan Allahın kəlamında insandan qorxursan? Qorxma.
Qorxma, davam elə. Və çox maraqlıdır. Mən bayaq dedim, mələk İlyasa görsənir, deyir, dur, gedəsən. Yemək verir, deyir, bir dənə də yenə yatır, İlyas deyir, yenə də dur, gedəsən. Getməlisən, qaç, mən sənə kömək eləyəcəm. Niyə Allah izin verdi ki, İlyas getsin? Niyə? Nə üçün izin verdi? Yemək də verdi, su da verdi. Niyə? Bilirsiniz niyə? Çünki İlyas getmək istəyirdi. Əgər biz getmək istəyiriksə, əgər biz qaçmaq istəyiriksə, əgər biz dayanmaq istəyiriksə, Allah deyəcək, get, qaç, dayan. Mən bir dəfə vəz etmişdim Bilam haqqında. Allah Bilama deyir ki, getmə o insanlarla. Bilam səhər durur, yenə dua eləyir. Allah deyir, get. Sonra eşşək qabağına çıxır, deyir, hara gedirsən? Fikir ver, Allah birinci izin verdi. Sonra deyir, hara gedirsən? Yəni, biz əgər əl çəkməsək, Allah deyəcək, get. İlyas da qərar verib getməlidir, qaçmalıdır. Mələk durur, deyir, bu yemək, bu su, get. İlyas gəlir, çatır, Allah deyir, nə edirsən burada? Nəyə gəlmirsən bura? Deyir, sən xalqı səndən uzaqlaşmışdı, onları qaytarırdım, indi isə mənim canımı axtarırlar. Əziz qardaşım, əziz bacım, iblisə imkan vermə. Rəbb üçün etdiyin xidməti dayandırsın. İblisə imkan vermə, Rəbb üçün etdiyin işlərdə sənə mane olsun. Versən olacaq. Hətta Rəbb də sənə izin verəcək. Ki, etmək istəmirsən, etmə. Getmək istəmirsən, get. Müjdələmək istəmirsən, müjdələmə. Kəlam oxumaq istəmirsən, oxuma. Dua eləmək istəmirsən, eləmə. Vəz etmək, ilahi oxumaq istəmirsən, oxuma, etmə. Mən başqalarını çıxardacam. Bəs sən? Bəs sən? Və mən bayaq dedim, yenə demək istəyirəm. Hər birimiz vasitəsilə Rəbbin etdiyi iş böyükdür. Bəzən biz onları bilmirik. Sizə həqiqəti deyim. Bəzən oturub fikirləşirik ki, biz neyinirik? Mən neyinirəm? Aydil də bir nəfəri müjdələmişəm. Bir dənə kitab vermişəm. Birinə İsa haqqında danışmışam. Birinə İsa'nın həyatımı göstərmişəm. Xeyr, bunlar hamısı böyükdürlər. Biz bu yaxınlarda bir qardaş başqa qardaşları mənim haqqımda danışır. Deyir, Rəşad vasitəsilə bunu elədik, onu elədik, ora getdik. Onunla danışdıq, bununla. Mənim heç onlar yadıma düşmür. Sonra əslində bu sözlər məni ruhlandırdı ki, ayda mən vasitəmlə ora getmişik, bura getdik. Dedim, ya Rəbb, yalvarıram sənə, kömək elə. Daha çox edin bunlar. Daha çox edin bunlar. Və bunları dayandırmayın. Sənin də etdiyin iş böyükdür. Bəlkə də sən bunları görmürsən. Amma qıraqdan başqaları görürlər. Onu edirsən, bunu edirsən, onu edirsən, ora gedirsən, bunu edirsən. Bunları davamlı olaraq et. Rəbb sənin vasitənlə işləyir. Ən etdiyin balaca bir şey Rəbb üçün böyükdür. Çox böyükdür. Və bilirsiniz, bu qaçmaq deyəndə bəzən biz qaçmaq deyəndə, yəni harasa qaçmağı düşünürük və bəzən də ölkədən qaçmağı düşünürük. Bəzən başqa şəhəri qaçmağı düşünürük. Rəbb bizim verəcək. İnanın, bizim bir qardaşımız var, dayı bizi əldən salıb, gedirəm. Axırı qardaşla söhbət edim. Dedim, ay qardaş, get. Dil bilmirsən, mədəniyyət bilmirsən, sənin üçün çətin olacaq, amma get. Allah da izin verəcək, get. Qaçmaq istəyirsən, qaç. Axı, Allah burada sənin vasitənlə işləyir. Allahın burada sənin üçün planları var. Allahın burada sənin üçün məqsədləri var. Amma sən qaçmaq istəyirsən. Allah izin verəcək, qaç. Amma əziyyət çəkəcəksən. Əzab çəkəcəksən. Və qaçdığın yerdə Rəbblə görüşəcəksən. Rəbb, nəyə gəlmirsən? Nəyə gəlmirsən? Burada nə işin var sənin, İlyas? Rəbb bilirsiniz nə vaxt icazə verir? Dirəşəndə. Biz də. Görürük bir insan dirəşib, bilirsin, get qardaş, get tut, başqa neyiniyək, get. Ona görə qarşımıza çıxan çətinlikdən, qarşımıza çıxan problemdən, qarşımıza çıxan o təhlükədən qorxmayaq, davam edək, geri dönməyək, dayanmayaq, qaçmayaq. Bilirsiniz, Davud 42-ci Zəburda 11-ci ayədə belə bir söz deyir. Deyir, mənim qəlbim özü ürəyindən danışır. Deyir, mənim qəlbim, niyə qırılmısan?
Niyə Allaha güvənmirsən? Niyə qorxursan? Niyə narahatsan? Niyə həyəcanlısan? Niyə dayanmaq istəyirsən? Niyə yorulmusan? Niyə etmək istəmirsən? Niyə danışmaq istəmirsən? Dua eləmək istəmirsən? Xidmət etmək istəmirsən? Niyə? Davud öz qəlbinə deyir. Qırılmaq budur da. Yəni işləmirsən, qırıldı, getmir. Maşın xarab oldu, qırıldı, getmir. Ürəyim deyir, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla. Yəni əvvəl etdiyin kimi. Yəni əvvəl də qırılanda Allaha ümidini bağlamışdın. Əvvəl də təlaşlananda Allaha ümidini bağlamışdın. Etdiyini yenə et. Bu gün biz də etdiyimizi yenə edək. Yenə əvvəl o qorxunun üstünə getdiyimiz kimi gedək, o çətinliyin üstünə getdiyimiz kimi gedək, o problemin üstünə getdiyimiz kimi gedək. Yenə deyir, qoy Allahıma məni qurtarana şükür edim. Və deyirsən, ümidini ona bağla. Mən də ona şükür edim. Bilirsiniz niyə? Çünki ümidini ona bağlasan, o möcüzəni görəcəksən, deyirsən, şükür sənə ya Rəbb. Bundan da keçdim. Bəli, ümidimizi ona bağlasaq, bundan da keçəcəyik. Rəbb İlyasla yenə danışır. Deyalın görək nə deyir. Amma əziz bacılarım, qardaşlarım, İlyas düşünürdü ki, İlyasın gözlədiyi cavabı Rəbb vermir. İlyas düşünürdü ki, bayaq dedi, axı ya Rəbb, sən xalqın bütlərdən uzaqlaşdılar, onları qaytardım, dedin yağış yağmayacaq, yağmadı, xalqı bağlın, Aşeranın bütlərini bellədim, elədim. İndi İlyas gözləyir ki, Rəbb deyəcək, halal olsun sənə İlyas. Bax, burada mənim dağımdır, sənə xeyir dua verəcəm, get daha böyük işləri gör. Və fikir verin, 17-ci fəsildə, mən yenə deyirəm, mən 19-cu fəsildən danışıram. Bayaq 18-dən bir nümunə gətirdim, indi 17-ci fəsildən bir nümunə gətirmək istəyirəm. Orada nə baş verir? Orada Rəbb İlyasa görsənir, deyir ki, buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən, orada vadidən su içəcəksən, səni yedirməyi qarğalara əmr etmişəm. Burada istəyirəm bir şeyə diqqət yetirək. Orada Rəbb İlyasa deyir ki, get. Get filan yerə, şərqə yollan, hətta orada mən səni yedizdirib qayıqva qalacam. İlyas elə bilir ki, bu xına o xınadandır. Yenə Rəbb ona deyəcək ki, hə, yedizdirdim səni, get. İlyas görür, yox, bu xına o xınadan deyil. Və fikir verin, Rəbb İlyasa nə deyir? Gəlin oxuyaq. Rəbb ona dedi, qalx ayağa, çöl yolu ilə Dəməşqə get. Oraya çatanda Xazayeli Aram üzərinə padşah olmaq üçün məhs et. Nimşi oğlu Niyehunu İsrail üzərinə padşah olmaq üçün məhs et. Avel Maxoldan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məhs et. Ancaq mən İsraildə Bal qarşısında diz çökməmiş və dodaqları ilə onu öpməmiş hər kəsi 7000 adamı saxlamışam. Rəbbin sözü bilirsiniz nə deməkdir? Qayıt İsrailə. Qayıt. Sənin üçün planların var hələ, tapşırıqların var. Haradasan? Neynirsən? Nə gəzirsən burada? Qayıt. Qayıt bu şeyləri elə. Xazayeli padşah təyin elə, Yehunu təyin elə, Elişanı təyin elə, peyğəmbərliyin də qutarır. Səninki bura qədər. Və əslində peyğəmbərliyin qutarır deyil bu. Bu bilirsiniz nədir? Xidməti ötür. Xidməti ötür. Bu, Azərbaycanda olan imanlılar arasında, xidmətçi imanlılar arasında böyük bir bəladır. Niyə bilmirəm? Xidməti ötür, peyğəmbərliyi ver İlyas. Artıq bundan sonra Elişa olacaq sənin yerinə peyğəmbər. Ötür, ver ona ki, padşah təyin elə və ötür xidməti. Bugün bir çox liderlər, bir çox pastorlar, bir çox rəhbərlər, bir çox imanlılar etdiyi xidməti ötürmür. O xidmətdə də ölmək istəyir. Apara bilmir, bacarmır. Amma yenə də əl çəkmir. Ötür qardaşım, ötür bacım. Ver başqasına. Allah axırı dillənir. İlyas, yaxşı işlər görmüsən, etmisən. Amma artıq
Ver peyğəmbərliyi Elişaya. Və düşünmə ki, sən təksən. Xeyr. Düşünmə ki, bu xidmət ancaq sənə məxsusdur, sənin atama məxsusdur, sənin babama məxsusdur və sənin oğluna məxsusdur. Xeyr. Başqalarını da Allah bu xidmətdə görmək istəyir. Ötür. İlyas bunları etdi. İlyas bunları etdi və qayıtdı İsrailə. Bunları Allahın sözünə qulaq asdı. Ona görə bugün gəlin baxaq görək biz də Allahın sözünə qulaq asacağıq. Ürəyimizdə qərar veririk onun sözünə qulaq asmağa. Yoxsa qaçmağa hazırlaşırıq. Yoxsa dayanmağa hazırlaşırıq. Yoxsa durmağa hazırlaşırıq qorxu içində. İlyas bunları etdi. İlyas qayıtdı İsrailə həqiqətən. Xazayeli padşah təyin elədi, Yehunu padşah təyin elədi və Elişanı peyğəmbər olaraq təyin elədi. Və Elişan da bütün nətər təyin elədi. Paltarını çıxartdı Elişanın üzərinə cübbəsin. Və demədi, mən sənin peyğəmbər təyin edirəm. Elişa hər şeyini atdı, gəldi İlyasın dalınca. Və o başa düşdü ki, cübbəni atmaq o deməkdir, üst paltarımı vermək o deməkdir. O ondan başa düşdü ki, yəni mənim səlahiyyətim, mənim peyğəmbərliyim, mənim xidmətim, mən öz işlərim hamısını verirəm sənə və sözün əsl mənasında verirəm sənə. Və verdi də. Və bunları etdi. Ona görə əziz bacılarım, qardaşlarım, biz də bunları edək. Allah bizi harasa təyin eləyibsə, Allah bizim vasitəmizdə yaxşı işlər görürsə, bax elə o yaxşı momentində verək. Yox, gözləyim, hər şey qutarandan sonra, hə, gəl artıqdır, bunu da sən götür. Ən yaxşı momentində ver. Ən yaxşı momentində. Və sonra Allah İlyasa deyir ki, İlyas, düşünürsən ki, sən təksən, çünki İlyas deyirdi, bir dənə mən qalmışam, ya Rəbb, hamını qırıblar. Allah deyir, xeyr, sən narahat olma. Mən 7000 insan saxlamışam, halbuki Baala səcdə qılmayıblar və onlar xidmət etməyə hazırdır. Ona görə sən düşünmə ki, elə bu xidmətdə, bu ibadətdə, qulda sən təksən və səndən başqa Azərbaycanda heç kim yoxdur. Allah saxlayıb. Biz bilmirik. Bilmirik onlar kimlərdir. İlyas da bilmirdi. Axav da bilmirdi. İzabel də bilmirdi ki, o 7000 Baala diz çökməyən, dodaqları ilə o daşı öpməyən kimlərdir. Amma Allah deyir, var, narahat olma. Onlar vasitəsilə mən öz işimi görəcəm. Azərbaycanda da var, əziz bacım, qardaşım. Onları tapaq. Onlara xidmət etməkdə kömək edək. Və onlara güc verək, təsəlli verək, dəstək olaq. Və özümüz də bu işdə yorulmayaq, dayanmayaq. Və vaxtı gələndə, zamanı gələndə də o xidməti verək. Ona görə bugün Azərbaycanda da həqiqətən Allaha axtaran ürəklər var. Həqiqi Allaha ibadət etmək istəyən, iman etmək istəyən, İsa Məsih həyatını vermək istəyən insanlar var. Həqiqəti deyirəm, var. Biz bunu görmüşük və bugün də görürük. Sadəcə dayanmayaq. O insanları axtaraq. O insanları tapaq və yorulmayaq. Ruhdan düşməyək. Rəbb bizimlədir. Bizim vasitəmizlə Rəbb böyük işlər görəcək. Amin. Qoy bu işlərə hər birinizə xeyir dua versin və hər birinizi bərəkətləsin. Amin.